Deməli, 950 test bankda seçilmiş testlərə baxacaq da bu gün yenə. 67-dən başlayırıq. 67-də nə yazmısınız? Yoxsa mən test-tez işləyim, baxın siz yoxlayın. Vaxtımız çox getməsin necə dəqiqə. Yekunlaşdıra bilmişsiniz də yəqin ki hamısını. Bəli, mənim. Deməli, Oxen bu kökündən dəyişir, ona görə getdi. Bu təki cəmiyini də ona görə getdi. Deməli, 3, 4, 5 C variantı. 68. Bu kökündən dəyişəndə S bitişməz. Buna da olmaz. 2, 4, 5 varmı? Var. Burada da C variantı. Deməli, 67C, 68C. İstəyirsiniz biriniz qrupa cavablardan yazın. Mən dedikcə. Birdən kimsə geri qalar. Çalışacağım biraz sürətli işləyək. Siz işləmsiz, yəni məndə cavablar yoxdur hazır. Ona görə belə işləyəcək. Apostrof S olmalıdır. Getdi. Z artiklı var, bitişməlidir. Bu da getdi. 2 və 4. A variantı. 77. Sonra getdik 80-ə. 2 miles cəmdə. Z soyadı bitişməli idi. Children's bitişdirib əksinə yazmalıdır. Bu mümkündür. Təki cəmi də eynidir, düzdür. 1, 4, 5, yəni A variantı. Sonra 81. Z bitişik olmalıydı. 3 days bitişikdir, əla. Women's ayrı olmalıdır. Teachers düzdür, bu da düzdür. Deməli 2, 4, 5 C variant. 82. Emma's holiday düzdür. 5 days bitişməlidir. 5 years düzdür. An hours ayrı olmalıdır. A fortnight düzdür. 1, 3, 5 hanı C variantı. 82 getdi. Getdik 83-dən. 7 days bitişikdir, əla. A weeks əla. Bu ayrı olmalıydı. 2 months cəmlənməliydi. Bu təkdir, düzdür. 1, 2, 5 C variantı. 83 getdik 88-ə. Burada deməli sərbəst xəbər axtaracaq. Bu çıxdı, bu çıxdı, bu çıxdı. Burada bax cavab budur. Sərbəst xəbər var. Apostrof S-dən sonra da isimdir. Bu zaman cümləsi ona görə götürmürəm. 89. Deməli 88 B-dir, Bakı. 89. Spotman apostrof S-dən olacaqdı, olmadı. Bunların hərəsinin ayrı-ayrı yiyəli hal olmalıdır. Bu da getdi. Amma burada hər ikisinin ortaq yazdığı əsərlər də ola bilər. Qoy hələ ki bunu saxlayayım. Situasiyadan asılıdır. Actresses olar. Child nurse olar. The officers rooms da olar. 3, 4, 5. Elə burada mən deyəcəm də buna da bir apostrof S. Amma situasiya olaraq, yəni ola bilərdi ki, bunların ortaqlı əsərləri o nöqteyi nəzərdən saxlamışdım mən. Deməli, 89 Y variantı, getdik 90-a. These women cəmdir. Apostrof S-i hanı bunun yoxdur. Bu düzdür. Ben ilə Tomun ikisinin eyni gözü yoxdur. Hərəsinin ayrı-ayrı, ona görə apostrof S olmalıydı burada. The driver's license normal olar. The hostesses olar. Deməli, 2, 4 və 5 var mı? Var. D variantı. 97 getdik 91-ə. Are you invited to Bill and Jane's wedding? Bill və Jane'in ortaqlı toyu ola bilər. The Smith bitişik olmalıydı. A few days olardı cəmlə. A few weeks normal olar. Deməli 1, 4 var mı? Var. C variantı. 91. An hour's lecture olar. The beer's pause olar. Several minutes olar. Several weeks bitişik olar. 1, 2. Burada bitişikdir ya. İndi gördüm. 1, 2, 3 var. D variantı. F minutes olmaz. A few miles bitişikdir. Düzdür. 5 kilometers ayrıdır. 2 miles bitişikdir. 2, 4 B variantı 93'də. 94. These composers olar. These təkdir, bu cəmdə çıxdı. Bu cəmdə, bu da cəmdə, düzdür.
Cəmdir. Yerlikdə düzdür. Cəmdir. Təkli olmadı. 1, 3, 4. 1, 3, 4 Y variantı. 94-dən getdik 95-ə. Uşaqların maraqları sərbəst xəbər var. Okey, bu düzdür. Buna çox səhvdir. The world's birth rate is sərbəst xəbər var. Bu Z ilə bitişik olacaqdı. Deməli, 1-3 var mı? Var. A variantı 96. The Students' Union olar. Women's bitişik olmaz. Tomorrow's Change olar. 1-3 ana B variantı. Has qoddur, çıxdı. Apostrofisdən sonra Z gəlib, nə işimiz var? Apostrofisdən will-will sərbəst xəbərdir. Has change zamandır. Apostrofisdən sonra not here, bu da getdi. Cavab olacaq C variantı. 104-də C. 108. There is another bu çıxdı. At the Browns ümumiyyətlə burada gəlik yoxdur. Already var, bu da çıxdı. Just var, bu da çıxdı. A moment silence olar. Bir də at tomorrow's meeting. 4-5 A variantı. 108, 109. That man's driving so fast olar. Burada da fərq edir yoxdur. Yəli hal, hostels olar. Here çıxdı. Postman Little Son. Başladığım balaca oğlu. Dəcəldir olar. Bir dəqiqə. That man is driving. Burada yəli hal deyirlər. Bu xəbər var. Ona çıxın. Burada əlavə sərbəst xəbər yoxdur, götürməyəcəm. Amma burada quruluşda düz gəlirdi. Deməli, 3-5 var mı? Var. D variantıdır burada. 109 D, 110-da Jane is çıxdı, is worried çıxdı. At butchers düzdür, a good day düzdür. Bu has taken ifadəsidir. 3-4 var mı? Burada var. C variantı 110. Sonra nədir orada? 112. 112-də sərbəst xəbəriniz var. Ona görə bir düzdür. Burada cəmdir. Men apostrofi ilə var. Ümumiyyətlə yanlışlıq var burada. Burada Rita ilə Cinder'in hərəsinin ayrı-ayrı əlləri var. Burada nə gəzir bu? Bu da düzdür. Ərsizimiz bu da düzdür. Deməli 1, 4, 5 D variantını götürərsiniz. 112-dən sonra gedirəm 113-ə. Deməli 113-də nədir? Bu uzlaşma düzgün, daha doğrusu yəli halı burada apostrofunu atmalıydı. This is my parents' country. Pamela ilə Richard'ın eyni yerdə göz olanmaz. The Whites düzdür. We lived near the greengrocers. 2, 4, 5 var mı? Var. D variantı. 113 getdi 114'ə. Tom has perfectly wrong. Çıxdı. Bu düzdür. At her granny's düzdür. A good night's sleep. Normalnim. My teaching style is. Deməli 2, 3, 4. A variantı da burada. 114'də A. 115. The flood's completely damaged. Has complete damage. Bunların ikisinin bir anası ola bilər. Sevimli futbol komandandı olar. His opinion is different. Last night's storm. Bu da yerli şal. Deməli 2, 3, 5 D variantı. Sonra 118. Bir dəqiqə. 118'ə baxaq uşaqlar.
Arada nömrə addamadım deyəsən. Hə, 118 qalır. Hə, əla. Deməli, burada nə deyir? Yenə is going to-dur. Bu getdi. Walking. Bu getdi. Zəsimiz həzbə. Cavab burada Y variantıdır. 118-də Y. 119. 3 hours olar. 1. Bunlar ikisi bir böyük otaqda qala bilər. Zerable mass overdose and nurse's fees. Dan görün 1-3. 1-3. 1-3. Bu çıxdı. Bu da elə cavab 1-3-dür D variantı. 120. 120-də nə deyir? The singer's first public appearance. Uzlaşma pozulub. At my son's schools. A few days birləşməli idi. Today's meeting olar. Deməli 1, 3, 5 A variantı. 120, getdik 121-ə. The dancer's first performance olar. Today's flight olar. The bronze bitişi olmaz. A few minutes cəmdə olmalıydı. Bu da olar. 1, 2, 5. 1, 2, 5 Y variantı. 122. The part of Mary's or at Jack's. Bu olar. Yəni bunların evindədirmi? Women bu şəkildə olmaz. Burada hərəsi narı saçlar var. Xəbər təkləri əla düz verib. Biz ilə birləşməliydik. Burada da belə 1, 3, 5 A variantıdır. 122-də 123. The Browns bitişməli idi. His uncles or aunts. Tak deməli 2 düzdür. Children bu şəkildə cəmlənməz. Burada da düzdür. Bədən üzvü tək qalacaq. Guides explanation. Bu da düzdür. 2, 4, 5 anı. C variantı. 123 getdik 124'e. It's only 10 minutes cəmlənməliydi. The browns, the blacks. Bax burada səhv edib. Ona görə götürməyin. Those men apostrofası olar. Mr. Smithson studies at St. Onun oğlu. Found Bacchus Boulevard amazing. 3, 4, 5. Y variantı da burada 124. Sonra 127. It's as a Windsor Tom's fault. Var. Burada cəmlənmədə problem var. Burada apostrof hər ikisində sonra cəm olmalıdır. Buna çıx. The Kennedys cəmlənməli bitişik. Tüməzdə bitişik. 128. Case and Benjamin Farnsworth olar. The Wesnezer Palms olar. The Nixons bitişik olmalı. The Deers bu şəkildə olmaz. Təki cəmiyini olan isimdir. Silvex bitişəcəkdir. 1-2 A variantıdır burada. Sonra 129'da women bu şəkildə olmaz. The Browns bitişəcəkdir, olmayıb. 3 olar. At Mike's da normal olar. Bu da olar. 3, 4, 5 B variantını götürək. Sonra 129 getdi 130. 130, 131. 130, 131. Okay. İndi baxın bura. Deməli, bunların hər ikisində yerli hal var. Xəbər təkdir doğrudur. Men bu şəkildə cəmlənməyəcək. Their children were normal olar. The Browns bitişməli idi. Yanlışlığa yol verib. 1, 3, 5 var. D variantı. Sonra cücələr. 131. James bir düzdür. Burada yəli düz verməyib. Çünki bitişəcəkdir. Burada cəmlənmə idi. Burada necə yazır? Buna düz eləyib. The Borsanın 8 düzdür. Deməli 1, 4, 5 Y variantı. 130 34. 134. Okay. Deməli schools has changed olmadı. Management has reduced and has left her sister's purse. Bax buradan. John's behavior surprise. Bax burada John'un davranışı bizi təəccübləndirdi. Normallə bu da olar.
The writer's new novel. Və cümlədə sərbəst xəbər var. Deməli 3, 4, 5 D variantı 134 getdi, 134, 135. Deməli 136, 137, 138. Okay. These təkdədir, artist təkdədir, uzlaşma var, olar. The artist's exhibition, his paintings in sound. The doctor has given me. Mary Havlet, the doctor's reception. The artist's paintings olar. Deməli 1, 4, 5. B variantı da 135. 136. The women's proposals. My uncle is successful to the dentist olar. Bu has got the çıxdı. Urs cəmlənməz. Bir üç var mı? Var. A variantı 136-da. 137-də The children's right are. Sərbəst xəbəriniz var. Burada da uzlaşma pozulmuyor. Kate has often invited. Getdi. Has got hairdressers. Əsasən buradan getdi. 1-4 var mı? Var. İyi variant. 137 getdi. 138. Some of my son's friends live in the hostel. Mənim oğlumun dostlarının bir hissəsi. I had at my friends. Bu da olar. These cəmdə o da olar. Burada has work'da çıxdı. The winds works getdi. 1, 2, 3. B variantıdır. 138 getdi. 740'a. Variant daxil işləyəcək burada. Cəmdir. Cəmdə amma S yoxdur buranın. Cəmdir. Təkdir. Uzlaşma pozulub. Z var deyə gəlməli idi, gəlməyib. Z təkdir. Cəmdə uzlaşma pozulub. C variant. 140'da. 140, 142. A few weeks normalna gələcək. Tears təki cəmiyinidir. S bura bitişməz. 2 hours olar. At the miss olar. Deməli 1, 3. Bir dəqiqə neysə filədim mən. Ha, zəsimiz ayrı deyə. İndi gördüm. Tez tələsi işləyirəm deyə. 1, 3 var. B variantı. Sonra 100. Bu neçəydi mən işlədim? 142. Deməli 144'ə gedəcəm. Mrs. Green is Nick St. Mike's mother. Bir qadın, 2 uşağı var. 2 uşağı var deyə. Yo. Burada apostrofis çıxmalı səhvdə. Bunun xəstəliyi bizi narahat edir. Word var. Arriving tonight. That's already gone. Bax, buradakı yəli hal sondadır. Those women's hairs. 2, 4, 5. C variantı. 144 getdi. 145'i vermişdim sizə. Hə, var. 144, 145, 146. Deməli 45, 46. Buradan işarəliyim. Heç var. Baxaram. Deməli Mrs. Brown is Mary's. Bax, burada 2 uşağın ortaqlı valideynidir ya, burada apostrofi çıxmalıydı. Getdi. Was. Bunun gəlişi gözlənilməzdir. Həzcəsi, bax, burada sonda var yəlik. A few minutes. Bu da olar. Deməli 3, 4, 5 D variantı. Sonra the doctor's proposal will guarantee the success of the film. Burada sərbəst xəbəriniz var. Olar. The film stars one popularity with young people. 3/4 of the walls male are in English. The fireman's got a sleigh. Commander Aldrich has ordered. Bu 5'lerde çıxan. Biri götürdüm. Bu has one'dur. Bunda çıxan. 1'dir, 3'dür və 4'dür. Y variantı olacaq. Sonra düzələr. Geçdik. 147, 148, 149, 150,
Hələ ki var işləyək. Zıvız cəmdir, bu təkdir, olmadı. Cəmdir, olar. Yiyəlikdə də problem yoxdur. Cəmdir, yiyəlikdə də problem yoxdur. Cəmdir, yiyəlikdə də problem yoxdur. Təkdir, cəmdir, olmadı. Deməli, 2, 3, 4 hanı A variantı. His father's sudden call surprised. Bir olar, sərbəst xəbər var. Her brother's name is Alex. O has got da getdi. A few weeks cəmdir olar. He is washing his car. Deməli 1, 2, 4. 1, 2, 4 B variantı olacaq burada. 149'da. Peter's has lived a surprised. His daughter's name is onun qızının adı. Her husband has been the groom. Months holiday normal. A few days has stayed. Getdi. Deməli 1, 2 və 4. 1, 2, 4 B variantı. 150'də. Deməli, Miss Pat has attended at the party surprised also guess Mr. Jackson's new summer house is. Bu bitişməz. Burada tədbirdə iştirakçı bizi təəccübləndirdi, onu götürəcəm. Bunların ikisinin bir göz olmaz. Yəni, eyni vaxtda iki adamın eyni göz olmaz, o nöqteyi nəzərdən. Zebrans birləşib olar. Deməli, 1 və 4 A variantıdır burada 150'də. Sonra 51, 52, 53, 54, 55. 51, 52, 53, 54, 55. After many years olmaz. I had Mike's olar. Bunlar anaları təkdir deyə apostrofis birinin sonunda olmalı. Yəni sonuncu gələn adam kimdirsə onun adında olmalıdır. Today's tradition of. Deməli 2, 4 var Y variantı. Ümumiyyətlə testləri işləyəndə həmişə bura diqqətli olun. Xəbər görün təkdədirsə, deməli bu qadın 2 uşağın valideynidir. Sonra nəyə baxıram? Has bought some medicine. Bax, at the chemist burada var. 1. Daha sonra chemist oxunur. Has left bu getdi. Let's have butchers. 1, 3. 1, 3 cücələr. Bu görün. 1, 3. 1, 3. Is knitting a scarf'dı. Visits to was... Aha. 1, 3, 4. Bax, A variantı olacaq burada. Let's answer our teacher's message. Bu olar. Onun cavabı. Burada sərbəst xəbəriniz var. Bunu götürün. Has left bu, buna çıxın. Is preparing. Bu zaman cümləsi getdi. Ben saying mommy surprised. Surprised var. Ana deməsi biz onu var demək təcrübəmizdir. 1, 2, 5. 1, 2, 5 C variantıdır. 154'də balalar. Hər kəsin öz xarakteri var. Ona görə hər birində apostrofis və karakter R-la olacaq. Zəsimiz cəmlənməlidir, burada nə işi var? 40 years experience cəmdir, normalna. Which days celebrated as women... 1-3 D variantı. 155'də. Jane's answer to Nick's message disturbed. Sərbəst xəbər var, normal olar. Jane is coming to the party. Yox. We're surprised at Carla's arrival at the... Bunlar burada sərbəst xəbəri var, normal. Is going to live with 5 days'da olar. Təqdiməli 1, 3 və 5 C variantı. Bir saniyə, qıqdan nömrələrə baxın. Deməli, cücələrim 155'i dedik. Getdik 176'ya.
176, sonra nəyə baxacam? 181-ə gələcəm. Hər qurtarır tezdir. 182, 183, 184, sonra 185, 186, 187, 188, 189 və 190 finish. Okay. Deməli 170 neçədən gələcək? Deməli 176-dan gələcək. Baxaq. Before tonight's holiday olar. Women's bu şəkildə olmaz. A few hours olmaz. Expedition oldu. 1-4. Hə, açıq sualdır bu. Hə, açıqdır. Burada 1-4'ü götürəcək. Bu kənardan yazam. Burada 1-4. Deyirəm variantı hanı bunun? 180'ə demişdim mən sizə. Nəcib deməmişəm. Bu 180 də deyim. Deməli, chess players mistake olar. Bu buradan 2 hours cəmlənməliydi. Olmadı. Bu da düzdür. Bu da düzdür. Deməli 1, 3, 5'də buradan getdik. 181'də last night's program was dönən gecəki program 1. The choice bu şəkildə olmaz. Printers driver bu da olar. Unemployment has reached. Deməli 1-3. These surgeons cəmdir olar. Z təhti bu cəmdir uzlaşmadı. Cəmdir təhti uzlaşmadı. Təhti uzlaşdı. Bu xəbər hissələrində yoxlayın, düzdür. Burada 1-4. It's last year's calendar, don't use it. Bu keçən ilin təqvimidir. Bill's Witness olar. The Brewers Brazos olar. A few years olmaz, 2 months olmaz. Deməli 1-2-3. 1, 2, 3. Sonra today's prepares were 1 olar. Jane's writing an essay is writing'dir bu. The wild spoiled all the words 10 minutes. Orada 1 götürmüşdüm elə mən. Məncə 1 götürmüşdüm. Hə. Biraz tez belə olanda 1-4. Sonra a few years cəmdir normalna. Many weeks olmaz. 2 hours olar. Bu getdi. Burada da 1-3. The old man's olar. Belə cəmləmə mümkün deyil. Belə də yox, belə də yox. 1-4. Sonra 187. The businessman's trip. I didn't hear the policeman. Bu şəkildə cəmləmə yoxdur. Cəmdə olar. Bu cəmdir, amma bu apostrof hesabı. Çünki təki cəmi eynidir bunların. Bunların ikisinin bir ev vardı ya, birdən sonra apostrof es lazım deyil. Və yaxud da burada hər ikisinin apostrof es veribdir ya, burada houses ar olacaqdı. Səhvi budur bunun. 1-3. Sonra Jack's new car olar. Jack'in yeni maşını. Has bought. Jack's methods were. Jack is writing. Deməli 1-3. Tom's impolite behavior embarrasses. Tom is behaving impolitely towards his. Görürsünüz, eyni cümlədir. Amma burada bir dənə xəbər vardı ya, buradakı apostrof es sifətlə birlikdə təyini verilibdir ya, birbaşa buranı yiyəli hal birləşmə kimi götürəcək. Tom's packed suitcase were. Burada bir dənə were var. Amma burada görürsünüz, əlavə xəbər yoxdur. Ona görə mən sizə yiyəli halı keçənə dedim ki, cümlədə birinci
xəbər axtarın. Xəbər varsa, bax buradakı cümlə o sizə dediyim qayda öz təsdiqini tapır. Əlavə xəbər olanda apostrofis avtomatik yiyəli hala çevirir. 1-3. Amma baxın, 2-4-də demək olar eyni cümlələrdir. Bir dənə xəbər yoxdur deyə, buradakı apostrofis artıq özü xəbər funksiyasını daşıyır. 190-da Mr. Green spent a year's olmaz. My niece's punctuality is sərbəst xəbər var, əla. Friends influence on people, yox. 2 months on people can be great. Başqa ardı var mı? Yoxdur. Daha önce elə bir dənə cavabdır burada. Qoy dəfətdəyə baxın. Bu çıxdı. Ha, can be var burada. Modern qlaqoldan gedib. Burada gələn seçək 2 və 3-ü. Qoy izaha dayandıraq.